Bugünkü əməliyyatımız sağ diz oynağının total endoprotezləşdirilməsi əməliyyatıdır. Xəstədə 4-cü dərəcə qonartroz rentgendən də gördüyünüz kimi müşahidə edilir. Əlamətləri əsas odur ki, sağ diz oynağında, ümumiyyətlə diz oynağında kəskin ağrılar, yəni ağrılar yandırıcı xarakteri daşıyır, göynədici ağrılar deyil. Sanki diz oynağının içərisində bir küt alət salıb bərk vurursan, içərisini oyursan kimi belə bir hissiyat yaradır. Ona görə də bu mərhələdə artıq müalicə, konservativ müalicə və fizioterapiyanın heç bir rolu olmadığı üçün, yəni heç bir müsbət effekti olmadığı üçün bu əməliyyatdan istifadə olunur. Bu əməliyyat, yəni bilindiyi kimi çox belə qorxulu, böyük bir əməliyyat deyil. Xəstə səhərsi günü aktivləşdirilir və bir ay müddətində reabilitasyon dövrü keçəndən sonra xəstə normal həyat tərzinə qayıdır. Bir ay yarım çəkir, yəni xəstənin öz bədən vəziyyətindən asılıdır. Əməliyyatda istifadə edildiyimiz implant Büyüvan firmasıdır. Bu Amerikan bir firmasıdır. Bu həm uzun ömürlüdür, həm də funksional baxımdan daha etibarlı, keyfiyyətli bir firmadır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.